Salam uşaqlar, hər vaxtınız xeyir. Bizim bugünkü mövzumuz fonetika mövzusudur. Əslində fonetika mövzusu çox sadə görünə bilər ilk baxışdan, amma demək olar ki, Azərbaycan dili fənnində mövzuların içində ən çətini, yəni daha çox xırdalığı olan mövzulardan biri də fonetika mövzusudur. Ona görə gəlin fonetikanı lap əvvəldən xırda, yəni geniş izahla keçməyə başlayaq. Uşaqlar, biz bilirik ki, fonetika nədir? Dilin danışıq səslərindən bəhs edən bölməsidir. Bəs yaxşı, danışıq səsləri nədir? Ətrafımızda çoxlu səslər var. Məsələn, qapı döyüləndə səs gəlir, əlimizdən nəsə yerə düşürsə səs gəlir, it hürür səs gəlir. Yəni, ətrafımızdakı səslər çoxdur. Bizə bu səslər lazım deyil. Bizə sırf danışıq səsləri lazımdır. Danışıq səsləri bəs nədir? Elə adından da məlum olduğu kimi danışarkən istifadə etdiyimiz səslərdir. Uşaqlar, yadınızda qalsın ki, əlifbamızda 32 hərf, 34 səs var. Yəqin ki, bunu hamınız bilirsiniz. Həmin bu 32 hərfdən 9-u sait, 23-ü samitdir. Lakin 34 səsdən yenə də 9-u sait. Amma 25-i samit səsdir. Deməli, danışıq səsləri nə oldu? Danışarkən istifadə etdiyimiz səslər oldu. Əlifbamızda 32 hərf, 34 səs oldu. Uşaqlar, indi danışıq səsləri neçə yerə bölünür ona baxaq. Danışıq səsləri 2 yerə bölünür. Saitlər və samitlər. Bildiyimiz kimi, bayaq da vurğuladığım kimi, Azərbaycan dilində 9 dənə sait səs, 25 dənə samit səs var. Əvvəlcə başlayaq saitlərdən. Uşaqlar, sizcə nəyə görə biz danışıq səslərini 2 qrupa bölmüşük? Yəqin ki, nəsə bir fərqləri var da, 2 qrupa bölünüb saitlərlə samitlərin. Saitlərlə samitlərin ən başlıca fərqi ondan ibarətdir ki, saitlər tələffüz zamanı heç bir maneəyə, yəni çətinliyə rast gəlmir. Samitlər isə tələffüz zamanı müəyyən bir çətinliyə rast gəlir. Məsələn, bu çətinlik deyəndə nəyi nəzərdə tuturuq? Uşaqlar, gəlin yoxlayaq. Biz B, P və yaxud da M samitlərini dodaqlarımızı bir-birinə dəydirmədən tələffüz edə bilərik? Xeyr. Baxın, çətinliyin biri budur. Və yaxud da biz N samitini tələffüz edərkən görürsünüz, dilimiz gedir, dişlərə dirənir. Yəni, bu çətinliyin biri də budur. Yəni ki, uşaqlar, biri var, getmək istədiyiniz yola birbaşa düz yolla gedəsiniz, biri var dolayı yolla gedəsiniz. Bax, bu saitlər də onun kimidir. Təsəvvür edin ki, çatmaq istədiyiniz mənzilə birbaşa düz yolla çatırsınız. Samitlərdə isə yolunuz biraz uzun olur. Dolayı yolla gedirsiniz. Yenə mənzilinizə çatırsınız, amma dolayı yollarla. Ona görə də deyirik ki, saitlər tələffüz zamanı heç bir çətinliyə rast gəlmir, amma samitlər tələffüz zamanı çətinliyə rast gəlir. Bu oldu birinci fərqi. İkinci fərqi uşaqlar, saitlər uzana bilir, samitlər uzana bilmir. Məsələn, A saitini biz nəfəsimiz çatdığı qədər uzada bilərik. A və yaxud da E saitini nəfəsimiz çatdığı qədər uzada bilərik. Amma samitlərdə bu cür xüsusiyyət yoxdur. Saitlər vurğu qəbul edir, samitlər vurğu qəbul etmir. Saitlər heycə yaradan səslərdir, amma samitlər isə sadəcə olaraq heyecanı formalaşdırır. Uşaqlar, sait olmasa heycə yarana bilməz. Tək bir saitlə də belə biz heycə yarada bilərik. Məsələn, ana. Görürsünüz, ana sözünün ilk heycəsi bir saitdən ibarətdir. Deməli, heyecanın yaranmağında saitlər vacib və mühüm rol oynayır. Samitlər isə sadəcə olaraq heyecanı formalaşdırır. Digər fərqlər də var. Məsələn, saitlər musiqili səslərdir, saitlər avazlı olur, samitlər isə küydən, bəzən avazdan ibarət olur və s. Yəni, bunlar o qədər də böyük, ciddi lazım olan bir fərqlər deyil. İndi isə başlayaq uşaqlar saitlərdə. Saitlər 3 qrupa bölünür.
Bunlar hansılardır? Saytlar 3 qrupa bölündüyü üçün biz deyirik ki, hər bir saytın 3 xüsusiyyəti olur. Uşaqlar, bizim birinci qrupumuz üzr istəyirəm, qalın və incə saytlərdir. Hər kəs yəqin ki, qalın saytı və incə saytı bilir də. A, I, O, U, incə saytlar isə I, Ə, İ, Ö, Ü. İkinci qrupumuz adlanır açıq, qapalı. Yəni bunların fərqi yoxdur. Uşaqlar yerini dəyişik də deyə bilərsiniz. Açıq saytlar A, E, Ə, O və Ö. Qapalı saytlar I, İ, U və Ü. Üçüncü qrupumuz isə dodaqlanan və dodaqlanmayan saytlərdir. Dodaqlanan saytlərimiz O, U, Ö, Ü. Dodaqlanmayan saytlar isə O, U, Ö, Ü'dən başqa yerdə qalan saytlar. A, I, E və Ə saytları. Uşaqlar, gördüyünüz kimi hər bir qrupa 2 dənə növ daxil oldu. Yəni 9 saytdan biri ya qalın olmalıdır, ya incə, ya açıq olmalıdır, ya qapalı, ya dodaqlanan olmalıdır, ya dodaqlanmayan. Yəni hər qrupun bir xüsusiyyətini özündə daşıya bilər. Məsələn, baxaq A saytının xüsusiyyətlərinə. A saytı qalındır, açıqdır və dodaqlanmayandır. Deməli, nə cür oldu? Hər bir saytın 3 xüsusiyyəti var. Uşaqlar, biz bunlara qalın birinci qrupa həm də dilin üfüqi vəziyyətinə görə yaranan saytlar deyə bilərik. İkinci qrupa dilin şaquli vəziyyətinə görə, üçüncü qrupa isə dodaqların vəziyyətinə görə deyirik ki, 2 yerə bölünür. Nə cür oldu? Dilin üfüqi vəziyyətinə görə saytlar 2 yerə bölünür. Qalın, incə. Dilin şaquli vəziyyətinə görə saytlar 2 yerə bölünür. Açıq, qapalı. Dodaqların vəziyyətinə görə saytlar 2 yerə bölünür. Dodaqlanan və dodaqlanmayan. Aha, indi keçirik uşaqlar. Bayaq saytlərlə samitlərin fərqini vurğulayanda adını çəkdiyimiz səs uzanmasına. Dedik ki, saytlərin samitlərdən əsas fərqi nədən ibarətdir? Saytlər uzanır, amma samitlər uzanmır. Gəlin görək uşaqlar, saytlərin uzanmağı nədir, nə cür olur? Deməli, biz uzanan saytın qarşısına alt üst, yəni qoşa nöqtə qoyuruq. Bu bizim səs uzanmağımızın işarəsidir. Uşaqlar, səs uzanması 2 cür baş verə bilər. 1-2 dənə eyni qoşa saytın birinin düşməsinin, digərinin uzun tələffüz olunmasına görə, bir də sadəcə olaraq bir saytın digərlərinə nisbətən uzun tələffüz olunmasına görə. Gəlin səs uzanmasıların olan sözlərə nümunə göstərək. Məsələn, alim sözünə baxaq. Uşaqlar, biz alim sözünü sizcə alim deyə tələffüz etsək daha düzgün olar, yoxsa alim, alim? Gördünüz? A saytı digər saytlara nisbətən uzun tələffüz olundu. Baxın, səs uzanması budur. Bir saytın digər saytlara nisbətən biraz uzun tələffüz olunmasına, uzanmasına biz səs uzanması deyirik. Uşaqlar, yadınızda qalsın ki, 9 saytın içində I və Ü saytləri uzana bilmir. Yerdə qalan 7 sayt uzanır. Bunu da hər kəs bilir ki, istisna olaraq üfüqi sözündə ikinci Ü uzana bilir. Yəni, istisnalar da qaydaları pozmadığı üçün deyirik ki, I və Ü saytları uzanmır. Yerdə qalan digər saytlar yerinə görə bəzən uzana bilər. Məsələn, elan sözünə baxaq. Elan deyə bilmərik də, yəni elan sözü sözün tələffüzü ilə üst-üstə düşmür. Nə cür deyirik? Elan. Gördüyünüz kimi E saytını biraz daha uzadıraq. Və yaxud da əla demirik, əla deyirik. Baxın, səs uzanması budur uşaqlar. Düşünürəm ki, səs uzanması o qədər də çətin bir mövzu deyil. Ancaq elə sözlər var ki, bizə elə gəlir ki, biz o sözlərdə, yəni sözləri tələffüz eləyərkən səs uzanması baş verir. Ancaq orfoepiya qaydalarına əsasən həmin sözlərdə səs uzanması yoxdur. Gəlin görək bunlar hansı sözlərdir. Uşaqlar, yadınızda qalsın ki,
heca, vitamin, cümhuriyyət, sözlərində uzanma yoxdur. Biz əslində heca deyirik, amma düzgün qaydaya əsasən heca sözündə uzanma yoxdur. Biz vitamin deyirik, amma vitamin sözündə uzanma yoxdur. Biz A-nı uzadaraq deyirik, amma uzanmamalıdır. Cümhuriyyət sözündə cümhuriyyət U uzun tələffüz olunur. Yəni biz belə tələffüz edirik, amma əslində uzanmamalıdır. Cürətli sözündə cürətli. Bizə elə gəlir ki, ü-nü uzun tələffüz edirik. Amma qaydaya əsasən cürətli sözündə də heç bir uzanma yoxdur. Uşaqlar, indi də keçirik sait qoşalığına. Sait qoşalığı nədir? Sait qoşalığı iki cür olur. Biri var eyni cinsli sait qoşalığı, bir də var müxtəlif cinsli sait qoşalığı. Uşaqlar, eyni cinsli sait qoşalığı asandır. İki dənə eyni saitlər yanaşı gəlir. Məsələn, A, Ə, İ, O və s. Gəlin baxaq. A. Məsələn, saat sözünə. Ə, təəccüb sözünə. İ, bədii sözünə. Uşaqlar, harda bir sözün daxilində iki dənə eyni yanaşı saiti görsək, biz deyirik ki, həmin saitlərdən biri düşür, digəri uzun tələffüz olunur. Məsələn, A-nı nə cür tələffüz eləyərik? A-nın biri düşər, digəri uzun tələffüz olunur. Qoşa əyləri nə cür tələffüz eləyərik? Biri düşər, digəri uzun tələffüz olunur. Qoşa i-ləri nə cür tələffüz edərik? Biri düşər, digəri uzun tələffüz olunur. Qoşa o-ları nə cür tələffüz edərik? Biri düşər, digəri uzun tələffüz olunur. Bu bizim eyni cinsli sait qoşalığının qaydasıdır. Biri düşür, digəri uzun tələffüz olunur. Saat sözünün tələffüzünü gəlin buradan yazaq. Nə cür tələffüz edəsiydik? Deməli, saitlərdən, qoşa saitlərdən biri düşməli idi, digəri uzun tələffüz olunmalı idi. Məsələn, saat. Gördünüz uşaqlar, uzanan saitin qarşısından qoşa nöqtəmizi mütləq qoymalıyıq. Əgər uzanan saitin qarşısından qoşa nöqtəni qoymuruqsa, artıq bizim sözümüzün tələffüz forması yanlış sayılır. Bir də uşaqlar, sizə bir şey deyim. Səs uzanmasında ilk başlayanda dedim ki, səs uzanması iki cür baş verə bilər. Birincisi, iki eyni cinsli qoşa saitin biri düşüb digər uzana bilər. İkincisi isə sadəcə olaraq sözdəki saitlərdən biri digərinə nisbətən uzun tələffüz oluna bilər. Uşaqlar, əgər səs düşümünə görə səs uzanması baş verirsə, biz deyirik ki, bu sözün yazılışı və tələffüzü arasında fərq var. Amma yox, sadəcə olaraq saitlərdən biri digərinə nisbətən uzun tələffüz olunursa, artıq deyirik ki, bu sözün yazılışı və tələffüzü arasında fərq yoxdur. İndi də keçirik müxtəlif cinsli qoşa saitli sözlərə. Keçmiş qaydalara görə, uşaqlar, biz müxtəlif cinsli qoşa saitli sözləri nə cür tələffüz edirdik? Bəzi hərf birləşmələri var idi. Ə-a, ü-ə, ü-a, e-a və s. Bəzi keçmiş qaydaya əsasən bu sözləri, yəni bu hərf birləşmələrini biz tələffüz edərkən birinci sait düşürdü, bu üç dənədən söhbət gedir, digəri uzun tələffüz olunurdu. Məsələn, səadət sözün biz saadət deyə tələffüz edirdik. Müəllim sözün biz müəllim deyə tələffüz edirdik. Müavin sözün muavin deyə tələffüz edirdik. E-alara baxaq, okean sözün okean deyə tələffüz edirdik. Amma yeni qaydalara əsasən bu tipli hərf birləşmələri yazıldığı kimi də tələffüz olunur. Məsələn, ə-a səadət yazılır, səadət deyilir. Müəllim yazılır, müəllim deyilir. Ü-a
müavin yazılır, müavin deyilir. Okean yazılır, okean deyilir. Teatr yazılır, teatr deyilir və s. Ancaq bəzi hərf birləşmələri var ki, hansı ki bu hərf birləşmələri hansılardır? Tərkibində i saiti yerləşən, i saiti olan hərf birləşmələrini biz artıq biraz fərqli tələffüz edirik. Nə cür fərqli tələffüz edirik? Bir də uşaqlar, bunları yadımızda saxlayırıq ki, tərkibində fikir verin, hamısının da i saiti var. Ancaq biri biraz fərqlidir. Birində də a-ü var. Uşaqlar, bu sözlərin tələffüzü zamanı iki qoşa saitin ortasına bir dənə əlavə samit olunur. Samit əlavə olunur. Məsələn, iaşə, təbiət, dairə. Bizim sözlərimizin tələffüzü bu cür olur. İyaşə, iaşə. Görürsünüz, a-nı uzadırıq. Təbiət. Yəni, iki qoşa saitin ortasına bir dənə y samiti əlavə olunur. Biz də buna səs artımı deyirik. Təqaüd sözünə baxaq. A-üyə nümunə göstərək. Təqaüd. Bu sözü nə cür tələffüz edirik? A uzanır, ortaya y girir, təqaüd. Vəssalam, bu qədər sadə. Deməli, tərkibində i saiti olan hərf birləşmələri biz tələffüz edərkən, tələffüz zamanı qoşa saitlərə bir dənə y samiti əlavə olunur. Bu da bizim müxtəlif cinsli qoşa saitli sözlərimizin tələffüzü. Bir də uşaqlar, bəzi hərf birləşmələri var ki, bunlar daha çox mürəkkəb sözlərdə baş verir. Bəzi hərf birləşmələri var ki, tələffüz zamanı bu müxtəlif cinsli hərf birləşmələrindən biri düşür, amma digəri uzanmır. Məsələn, Əli ağa. Tələffüz zamanı nə cür tələffüz edirik? Əl ağa, i düşür. Bacı oğlu. Tələffüz zamanı nə cür tələffüz edirik? Bacı oğlu. Bunlar da yenə də dediyim kimi mürəkkəb sözlərdə baş verir. Uşaqlar, bir də bayaq vurğulamağı unutmuşam. Eyni cinsli qoşa saitli sözlərdir. Dedim ki, hamısında biri düşür, digəri uzun tələffüz olunur. Ancaq bu sadə sözlərdə baş verir. Məsələn, saat. Biri düşür, digəri uzun tələffüz olunur. Ola bilər ki, iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlərdə, baxın, birinci söz a ilə bitər, ikinci söz a ilə başlayar. Biz artıq bu tipli sözləri yazıldığı kimi tələffüz edirik. Yenə də deyirəm, bu mürəkkəb sözlərdə oldu. Bu ancaq mürəkkəb sözlərdə baş verir. Sait qoşalığı əgər sadə sözün tərkibindədirsə, biri düşüb, digəri uzun tələffüz olunur. Yox, əgər mürəkkəb sözlərdə birinci söz hansı saitlə bitirsə, əgər ikinci sözdə həmin saitlə başlayırsa, artıq bu sözün yazılışı və tələffüz arasında fərq olmur. Məsələn, radio, operator. Fərq olmur deyəndə, yəni iki eyni qoşa saitdə fərq olmur da. Ümid edirəm ki, saitlər haqqında olan izahımı başa düşdünüz. Əgər hər hansısa bir çətinliyiniz olarsa, hər hansısa bir çətinlik, başa düşmədiyiniz bir hissə olarsa, yenidən müraciət edə bilərsiniz. Mən o hissəni yenidən izah eləyərəm. Yenə də dediyim kimi, fonetika bəhsi çox xırdalıqları olan bir bölmədir. Yaxşı uşaqlar, uğurlar sizə, Allah sizə zihin açıqlığı versin. Növbəti dərslərimizdə görüşərik.